Əziz Dəyər TV izləyiciləri, hər birinizi növbəti mövsümdə, növbəti Ramazan ayında, Ramazanla Diriliş proqramında xoş gördük. Səssizlik bəzən imtahanın, bəzən də dərin bir şuurun ifadəsidir. Oruz təkcə mədəni deyil, dili, baxışı və diqqəti də tərbiyə edir. Lazımsız sözlərdən, boş mübahisələrdən, qəlbi ağırlaşdıran görüntülərdən uzaq durmaq bəlkə də bu dövrdə ən çətin ibadətlərdən biridir. Ramazan insana öyrədir ki, bəzən susmaq günahdan qoruyur, qəlbi yüngülləşdirir və insanı Allahla daha yaxın edir. Burada bir sual isə açıq qalır. Bu ay biz paylaşımı azaldıb mənanı artıra bilirikmi? Səssizlik bizim üçün bir ibadətə çevrilə bilərmi? Məhz bu suallar ətrafında Ramazan ayı və sosial şəbəkələr haqqında danışacağıq. İndi isə gözəl bir Qurani-Kərim tilavəti dinləyək, ondan sonra mövzumuzu çox dəyərli qonağımızla müzakirə edəcəyik. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إن في خلق السماوات والأرض واختلاف الليل والنهار لآيات لأولي الألباب الذين يذكرون الله قياما وقعودا وعلى جنوبهم ويتفكرون في خلق السماوات والأرض ربنا ما خلقت هذا باطلا سبحانك فقنا عذاب النار ربنا إنك من تدخل النار فقد أخزيته وما للظالمين من أنصار ربنا إننا سمعنا مناديا ينادي للإيمان أن آمنوا بربكم فآمنا ربنا فاغفر لنا ذنوبنا وكفر عنا سيئاتنا وتوفنا مع الأبرار ربنا وآتنا ما وعدتنا على رسلك ولا تخزنا يوم القيامة إنك لا تخلف الميعاد صدق الله العظيم. Studiyamızın qonağı isə çox dəyərli elm insanı, eyni zamanda təhsil ekspertimiz
Fuad Quliyevdir. Fuad müəllim, xoş gördük. Teşekkür ederim Eldar müəllim, çox sağ olun. Fuad müəllim, qeyd etdiyimiz kimi Ramazan ayı həm mədiyə oruç tutdurur, eyni zamanda digər orqanlara da oruç tutmağını bizdən tələb edir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də buyurur ki, "Mən kənə yu'minu billahi vel yevmil axir felyaqul xayran ev liyasmut." Axirət gününə və Allaha iman edən bir insan ya xeyirli söz söyləsin, ya da ki sussun. Yəni Peyğəmbərimizin, İslam dininin bizdən tələb etdiyi şey ya yaxşı işlər görməkdir, ya da ki görməməkdir. Bu mənada Ramazan ayı içərisində sosial şəbəkələr hər birimiz istifadə edirik. Xüsusilə də gənclər istər bu mövsümdə, istər digər mövsümlərdə sosial şəbəkələrdən aktiv istifadə olunur. Xüsusilə də oruç tutan insan sosial şəbəkələrdəki paylaşımlarında nələrə diqqət etməlidir? Eldar müəllim, öncəliklə dəvətinizə görə mən də çox təşəkkür edirəm. İnşallah bu Ramazanda həm gözəl proqramlar icra edərsiniz və bu proqramlar inşallah xalqımızın, gənclərin, övladlarımızın maariflənməsində də inşallah xüsusi bir təsiri olacağını ümid edirik və buna da çox ehtiyacımız var bizim. Və qeyd etdiyiniz kimi son dərəcə vacib, aktual bir məsələni biz bugün burada müzakirə edirik. Sosial medya artıq həyatımızın demək olar ki, vazkeçilməzi halına gəlib, belə deyək. Gündəlik mütləq şəkildə vaxt ayırırıq, zaman ayırırıq və ya o bizdən zamanımızı alır. Artıq onu bugün müzakirə edəcəyik. Nə şəkildə tənzimlənməsi lazımdır və bizim dəyərlərimizin, dinimizin məsələyə baxışı necədir, müəyyən prinsiplərimiz necə olmalıdır, yanaşmalarımız necə olmalıdır, bunları müzakirə edəcəyik. Bu mövzunu da seçdiyinizə görə sizə də xüsusilə təşəkkür edirəm. Əslində çox gözəl bir yerdən girdiniz. Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləmin çox gözəl bir hədisini qeyd etdiniz. Ana prinsip əslində budur, Eldar müəllim. Ya gözəl bir söz deməliyik, əgər danışma ehtiyacımız varsa, bir xitab edəcəksə, bir nitq ehtiyacımız varsa, bunu müsbət yöndə bizi dinləyən insanların, bizim xitab etdiyimiz insanların faydalanması yönündə xeyirli bir söz söyləməmiz lazımdır. Buna gücümüz yetmirsə, belə deyək ki, bunun müəyyən qədər bunu etmə imkanımız yoxdursa da, susmaq burada ən gözəl yoldur. Sosial media artıq bir reallıq halına gəlib. Bugün çox təəssüf ki, bunun müəyyən prinsipləri göz ardı edilir. Mən xüsusilə də bunu gənclər arasında, deyək, müəyyən yetkinlik yaşını aşmış insanlar təbii ki, üsulunu bəlkə bilə bilər. Təcrübəli insanlar bunun üsuluna görə istifadə edə bilirlər. Amma çox təəssüflər olsun ki, bir çox hallarda negativ hallarla qarşılaşa bilirik. Bu da biraz körtəbii istifadəsindən qaynaqlanır. Burada çox həssas məsələlər var. Çünki birbaşa bu təlim, tərbiyəmizi, gənclərimizin, övladlarımızın və aşağı yaş qrupu övladlarımızın tərbiyəsinə birbaşa təsir göstərir. Bunun üçün həm təhsil ocaqlarında, həm ondan sonra valideynlərimiz, ailə ortamında, mühitində necə deyərlər, bu məsələnin xüsusi nəzarətə almaları lazımdır. Çünki üsuluna görə istifadə edilmədiyi zaman bir virus kimi artıq bizim, belə deyək ki, həyatımızı yavaş-yavaş zədələməyə başlayır və bir xəstəlik halını almağa başlayır. Biz belə deyək, müəyyən bir yaşın üzərindəki insanlar belə bəzən o özünə nəzarət, xüsusi kontrol mexanizması dövrəyə girmədiyi zaman bəzən biz də orada qərq ola bilirik, orada ilişib qala bilirik, vaxtımızı daha çox sərf edə bilirik. Təbii ki, bunu əsas, mən deyərdim ki, ölçü faydalı şəkildə istifadə edə bilmək. Əgər bunu faydalı istifadə edə biliriksə, artıq əlbəttə ki, saat məhdudiyyəti müəyyən həyatın axışı içərisində tənzimlənə bilər. Amma bugünkü gündə baxdığımız zaman sanki nəzarətsiz bir şəkildə bir ciddi bir artış olduğunu görürük. İnsanlar qeyri-ixtiyari olaraq belə əllərini telefona uzadar və ya kompüterin başındadırsa, bəzən iş ikinci plana düşər. Baxarsınız ki, sosial mediada zamanımız yavaş-yavaş orada irəliləməyə doğru gedər. Bu çox təhlükəli bir haldır və bizi əsas qayədən, məqsəddən uzaqlaşdıran şeydir. Sosial media istifadə olunmalıdırmı? Əlbəttə ki, mən deyərdim, mütləq istifadə olunmalıdır. Çünki elə bir çağda yaşayırıq. Bugün üsuluna görə müsbət yöndə istifadə edə biləcəyimiz bir çox kanallar var, bir çox, belə deyək,
məcralar var. Bunu düzgün istifadə etməmiz lazımdır. Ancaq bunu mən xüsusilə həm Ramazan daxilində, həm də Ramazan xaricində ümumiyyətlə bu prinsipə diqqət edilməsi lazımdır. Amma Ramazanda burada sanki biraz daha üzərində durmamız lazım gəlir. Ramazanla belə iç-içə keçmiş bir imsak məfhumu var Eldar müəllim, çox gözəl bilirsiniz. İmsak nə deməkdir? İmsak insanın özünü tutması deməkdir. Yəni oruc tutmağa biz imsakla başlayırıq. Əslində bunu maddi biz cəhətdən daha çox dəyərləndiririk, amma bunun əsas mən deyərdim ki, arxa planına endiyimiz zaman işin mənəvi tərəfi var ki, bunun əsla göz ardı edilməməsi lazımdır. Fiqhi, ondan sonra əməli bəzi prinsiplər var. Ramazanla əlaqəli sabah erkəndən qalxarsınız, müəyyən vaxta qədər, saata qədər yeyərsiniz, içərsiniz, ibadətinizi edərsiniz və gün boyu ac qalarsınız və axşam iftarınızı edərsiniz. Bu öz yerində, bu təməl şərtlərindən biridir. Amma bir də bunun görünməyən tərəfi var. Biz sabah orucumuzu tuttuğumuz zaman, imsak saati ilə oruca başladığımız zaman əsas o görünməyən məsələlər bizim nəzərimizdə hansı mövqeyini tutur? Yəni biz bayaq sizin qeyd elədiyiniz dedikodudan, qeybətdən, nə bilim ondan sonra gözlə, sözlə, dillə, qəlblə edəcəyimiz günah əməllərdən özümüzü tuta bilirikmi? Əsl imsakı orada tətbiq edə bilirikmi? Ona baxmaq lazımdır. Bu günlük həyatın içərisində də belədir, amma biz bugün burada sosial medianı danışırıq. Bəzən həqiqətən həddi aşa biləcək, bəlkə də fərqində olmadan o məcralarda haralara qədər, dərinliklərə qədər enə bilirik. Və bu zaman içərisində bizim psixologiyamıza da çox kəskin təsir göstərir. Bu bizim, belə deyək, bəşəri münasibətlərə də, ailə daxili münasibətlərə də, iş yerində də, kənarda da, ümumi ictimai münasibətlərimizə də çox təəssüflər olsun ki, mənfi təsir göstərir. Birinci növbədə, əgər biz sosial mediada var isək, bizim baxmamız lazımdır. Paylaşdığımız şeyin məzmunu nədir? Paylaşacağım şey insanların üzərinə nə cür bir təsir buraxacaq? O paylaşdığım şey mənfi mi, müsbət mi nəticəsi olacaq? Mən o paylaşımla kimisə rəncidə edəcəmmi, kiminsə xətrinə dəyəcəmmi? Sırf polemik olsun deyə, sırf belə qərəzli, şəxsi ambisiyalarım uğruna kimisə belə deyək, susturma naminə bu təşəbbüsümü edirəm, yoxsa həqiqətən faydalı bir şeydir. Bu mənim xalqımın, millətimin, mədəniyyətimin dəyərləri ilə əlaqəli bir şeydir və bunu paylaşacağım zaman insanlar maariflənmiş olacaq. Bu düşüncə ilə, bu gözlə baxıb dəyərləndirdiyimizdə o zaman onun təsiri də müsbət olur Eldar müəllim, elə deyilmi? Yəni və baxırsınız ki, oradan müsbət sizə bəzi geri dönüşlər, rəylər də gəlir və artıq insanların o sahəyə olan marağı, deyək ki, siz müəyyən bir sahədə yazırsınız, təhsil sahəsi ola bilər, nə bilim, ondan sonra yazarlıq, müəlliflik və ya fərqi yoxdur, hansı sahədə olursanız olursunuz, öz sahənizlə bağlı, yəni mütəxəssis olduğunuz sahə ilə bağlı və artıq insanlar sizdən faydalanmağa başlayır. Bu istər Ramazanda olsun, istər Ramazan xaricində olsun. Amma mən deyərdim ki, Ramazanda xüsusilə paylaşacağımız paylaşımların məzmunu burada son dərəcə vacibdir ki, həm bizim ibadətimizə bir xələl gəlməsin, həm də o paylaşımımızla müəyyən insanlar, istər ibadət əhli olsun, istər olmasın, heç fərqi yoxdur bu mənada. Qarşı tərəfi əsla incitməyəcək paylaşımlara diqqət etməmiz lazımdır. Və bugün artıq bir çox şey, mən deyərdim ki, iç-içə keçib Eldar müəllim. Yəni, nəyin yanlış, nəyin günah, nəyin doğru, nəyin belə halal, haram və s. Belə aşırı bir sərbəstlik var və bu aşırı sərbəstlik də insanlara sanki hər şeyi edə bilərəm anlayışını belə təlqin edir və bu çox təhlükəli bir tendensiyadır. Bunun örnəklərini gündəlik həyatımızda qarşılaşırıq, görürük. Bəlkə o anda onun fəsadı olmaz, amma insan psixologiyası elədir ki, zaman içərisində siz bir şeyi təkrar edə onun artıq yavaş-yavaş sıradanlaşdığını, normallaşdığını görərsiniz və artıq o xoşa gəlməyən məzmun sıradan bir şey kimi qəbul edilməyə başlayır. Əsla bu təhlükəyə düşməmək lazımdır və gəncləri ondan sonra mən deyərdim, xüsusilə aşağı yaş qrupunda artıq onsuz da bu günü-gündən yaş həddi aşağı düşür. Sosial mediada, ondan sonra texnologiya və alətlərin istifadəsi günü-gündən aşağı yaş həddinə düşür və artıq həqiqətən təhlükəli bir məcraya doğru gedir. Bu mənada Ramazanda mən deyərdim ki, izləyicilərimizə də hansı təbəqədən olursa olsun diqqət edilməsi lazımdır.
ki bu paylaşımlarımız ya bir paylaşım edəsiyiksə həqiqətən faydalı bir şey olsun və yaxud da sükut edək. Bəzən də belə bir söz var, deyirlər ki, bəzən ən yaxşı post, paylaşım paylaşılmayan postdur. Bu doğrudan da belədir və bu zaman qəlbən də, daxilən də bir rahatlıq inşallah hiss edərik deyə düşünürəm mən, Eldar müəllim. Fuad müəllim, bəzən izləyicilər, xüsusilə də ətrafımızdakı insanlar Ramazan ayında çox aktual suallar verirlər. Belə ki, Ramazan orucunu nə pozar? İynə vurmaq pozarmı? Belə deyək, müəyyən göz damcısı gözə damlatmaq pozarmı? Kimi belə görünən hadisələr üzərində fokuslanır bəzən insanlar və hesab edirik ki, bədənə o girən, daxil olanlar nə varsa Ramazan orucunu pozur. Amma bəzən biz daha dərinə, bir hadisənin belə deyək, pərdə arxasına enmirik əksər hallarda. Bu pərdə arxasına eniləcək mövzulardan biri də məhz bu sosial şəbəkələrdir. Sosial şəbəkələr bayaq sizin də qeyd etdiyiniz kimi, yəni bizdən oruc ibadəti sadəcə mədəyə tutulan bir ibadət deyil, oruc ibadəti eyni zamanda bütün orqanlara tutulan ibadətdir. Və bu orqanlarında bugün mədədən başqa digər orqanlarında ən çox günaha bulaşdığı yerlərdən biri də məhz sosial şəbəkələrdir. Bunlardan biri gözümüzdür. Bunlardan biri əlimizdir, yazırıq və ya zehnimizdir, düşüncəmizdir. Bunların hər biri kirlənir. Bu sosial şəbəkələrdəki, bu prosesin içərisində iştirak edən bu orqanlarımızın əgər bayaq sizin qeyd etdiyiniz kimi xeyir işlə məşğul deyilsə, orucuq, amma başqasına iftira üçün yazırıq. Orucuq, amma orada uyğun olmayan görüntüləri izləyirik. Orucuq, fərqli bir şeylər düşünürük sosial şəbəkələrə baxaraq. Bu bizim orucumuza necə təsir edir? Bəli. Bununla əlaqəli həqiqətən çox vacib bir məsələ də Eldar müəllim. Yəni sadəcə işin belə deyək, qeyd etdiyiniz kimi fiqhi tərəfi öz yerində önəmlidir, əhəmiyyətlidir bir ibadətin keçərli olması üçün. Amma bir də mənəvi tərəfini də qeyd etdik, siz də vurğuladınız. Mən deyərdim ki, burada məsələ bitir. Yəni bəlkə birbaşa fiqhi olaraq belə deyək, orucun pozmadığını deyə bilərik fiqhi olaraq. Amma orucdan əsər əlamət qalmaz. Bunu qısaca belə izah eləyək. O orucdan heç bir fayda, o müsəlman, onu tutan insan fayda əldə etməz. Bunun bir kərə dərk edilməsi lazımdır. Bəzən bizi arxayınlaşdıran müəyyən şeylər olur. Mən ibadətlə məşğulam. Günlük namazlarım yerində müəyyən diqqət etdiyim xüsuslar var. Bunlar mənə kifayət edər. Əsla elə deyildir. Yəni, insanın günlük ibadət kimi gördüyü əməlləri ilə o əməllər, oradan əldə etdikləri bir davranışa dönüşməsi lazımdır. Və o davranışda həm bu dünyanın əlaqəli, həm də axirətlə əlaqəli bir xeyir, bir savab əldə etməsinə vəsilə olmalıdır. Peyğəmbərimiz də bunu tövsiyə edir. Və yaxud ki, həm hədis şərif olsun, həm ondan sonra yəni belə lüzumsuz işləri tərk etmək olsun, qeybət olsun, həsəd olsun, incidici sözlər və ya harama baxmaq. Bəzən yəni bizim ictimai həyatımız elədir ki, həqiqətən bunu cilovlamaq, belə deyək, kontrol altında tutmaq əsl cihad. Peyğəmbərimiz hədis şəriflərində də bunu Muaz bin Cəbəllə olan bir dialoqunda xüsusilə vurğuluyur. Bunu mən burada qeyd etmək istəyirəm. Sahabələrlə bərabər səfər halındaykən Muaz bin Cəbəl radiyallahu anh buyurur ki, Ya Rasulallah, Allah sizlərə xeyirli ömür versin. Allah bizləri sizdən daha erkən canımızı alsın. Amma ola ki, siz bu dünyadan köçdünüz. Köçmədən əvvəl bizə nəyi tövsiyə edərsiniz deyir. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem bir təbəssüm edir və Muaza çevrilərək deyilir ki, cihada devam edin deyir. Çox maraqlıdır. Siz cihadı önəmsəyin və cihada devam edin. Təbii bu da səhabələrin diqqətini çəkir ki, Ya Resulallah, cihadla nəyə qəsd edirsən? Cihad hər halda xeyirli bir əməldir. Burada cihaddan məqsəd zəkatdır, sədəqədir və s. Peyğəmbərimiz buyurur ki, xeyr, ondan daha əhatəli, daha belə deyək ki, şümullu bir anlamdır və s. Bəs o zaman nədir deyə bir neçə də belə diyaloq belə devam edincə Peyğəmbərimiz sonunda əsl məsələni ora gətirir ki, əsl cihad əslində gözəl bir söz söyləməkdir,
hayır bir söz söylemektir veya bunu edebilmediğin zaman da o zaman sükut etmektir. Sahabeler de aslında buna heyret edirlər ki, yani Peygamberimiz cihadla neyin qəsd edildiğini, söylendiğini öğrenince çok heyretlənirlər. Ve bunun sebebini soruşunca da məhz üzüstü cəhənnəmə sürülənlərin də birçoxunun boş-boş danışmalardan, zərərli danışıqlardan, incidici, rəncidə edici, haqqa girici veya ondan sonra insanların belə deyək ki, onların həyatına negativ təsir göstərəcək əməllər və s. bütün bunlarla irtibatlandırırlar məni. Dolayısıyla yani bir cihad kimi görülən bir əməldir, yani xeyir söz söylemek veya bunun əvəzində sükut etmek. Bu mənada bunu bir prinsip haline getirmemiz mütləq şəkildə lazımdır. Orucun maddi və mənəvi məqsədləri bir-birini tamamlaması lazımdır. Əksi halda sadece görüntüyle olan, sadece işin zahiri qismi ilə olan əlaqəli qismi biraz aldatıcı olur Eldar. Bu mənada bu bütün ibadətlərlə əlaqəli bir şeydir. Allah qorusun, biri zəkat vermək istəyər, biri sədəqə vermək istəyər. İnsanlar sırf mən sədəqə verdim desinlər diye bunu edersə, zaten sadece onu vermiş olar. Yani Allah qatında, Allah nəzdində onun heç bir değeri olmaz. Bu necə formalaşır? Bu da insanın məhz elə daxilinə ediləcək bir yolçuluqdan ancaq hasil olabilir. Tefekkürdür, tedəbbürdür, təzəkkürdür, Allah'ı zikr etmektir, Allah'ı tez-tez anmaqdır. Edeceği her bir əməli, atacağı her bir addımı sırf Allah'ın rızasına uygun, sırf Allah'ın rızasına müvafık olsun diye atması lazımdır ki riyadan uzak olsun, münafiklikten uzak olsun ve o zaman insan o mizacı, karakteri vesaire bunlar formalaşar ve bir müddet sonrasında artık siz kimlərinsə belə deyək, əhəmiyyət dairəsində deyilsiniz. Yəni kimlərinsə sizin nəsə deməsindən çox da təsirlənməzsiniz. Doğru bildiğiniz yolda yürüyersiniz. Gece namazınızı da kılarsınız, saatlerce zikrinizi de edersiniz, Allah'ı anarsınız. İş onunla da bitmiyor ama geceler gaim, gündüzler saim veya ondan sonra tam Allah'ın rızasına uygun, Allah'ın izniyle Müslümanların, insanların lehine olacak işlerle meşgul olarsınız. Bu mənada dediğiniz gibi zahir ve batin birbirini tamamlaması lazımdır ki orada mesela Ramazandan veya oruçtan məqsəd hasıl olsun Eldar. Fuad müəllim, Ramazan ayı bir insanın fizyoloji təmizliyi ayıdır. Yəni burada da aparılan tədqiqatlar göstərir ki, autofogiya deyilən bir anlayış var. Autofogiya dediyimiz şey insan bədənindəki zərərli hüceyrələrin insan bədəninə qida keçmədiyi zaman sağlam hüceyrələr zərərli hüceyrələri yeyir, qidalanır və bədən artıq özünü həm xəstəlikdən mühafizə edir, həm də ki, yarana biləcək problemlərin qarşısını alır. Xüsusilə də aparılan tədqiqatlar göstərir ki, Ramazan ayındakı məhz bu oruc ibadəti də autofogiya dediyimiz o məsələni bizim bədənimizdə icraatını asanlaşdırır və aktivləşdirir. Bu fizyoloji olaraq bizə bir fayda verir. Bir də psixoloji olaraq aparılan tədqiqatlar göstərir ki, insan gün ərzində nə qədər informasiya ilə yüklənirsə, nə qədər fərqli görüntülərlə gözünü, zehnini məşğul edirsə, o qədər çox yorulur ruhsal olaraq, psixoloji olaraq. Amma insan nə qədər sükuta qərq olarsa, nə qədər həmin o çox informasiyadan bir addım da olsa geri çəkib özünü təfəkkür edərsə, yaradanını təfəkkür edərsə, daha rahat ruh halına sahib olur. Biz deyə bilərikmi ki, Ramazan ayı həm bizim fizyoloji olaraq tutduğumuz orucumuza bir töhfədir, eyni zamanda da rəqəmsal dünyadan bir nəbzə də olsun uzaqlaşmağımıza, yəni bu internet dünyasına bəzən o dünyaya da biz oruç tutturmağımız lazımdırmı görəsən, həm ruh sağlığımız üçün? Mütləq şəkildə belədir və mütəxəssislər də bu mənada eyni ilə sizin qeyd etdiyiniz kimi mütləq bu tövsiyə olunur. Ramazan ayı da əslində bunun üçün çox gözəl bir fürsətdir. Yəni bizim o belə deyək, həm o duyğularımızı cilolamamız üçün, həm ondan sonra
bəzi bəlkə də günlük rutin həyat tərzindən ayrılıb, biraz o bayaq bir ifadə işlətdiniz çox gözəl, o dərinləşmə üçün gözəl bir fürsətdir. Bu insanların, yəni bəlkə də siz qeyd ediniz, ruhsal o xəstəliklər, pozukluqlar və s. bunların təməlində bugün çox aktiv, bəlkə də aktiv demək istədiyim, sosial mediadakı aktivlikdən söhbət gedir. Yoxsa günlük ictimai həyat bəlkə də o qədər yormaz. Mental olaraq insanlar bəlkə də həddən artıq yorulur və çökmüş vəziyyətdədir. Mən bəzi statistikaya baxdım. Dünya əhalisi 8 milyard insan olduğunu düşünsək, bu ortalamadır təbii ki, çox ciddi bir rəqəmdir bu. Bunun əlçatmaz, yəni belə deyək, imkansız ölkələr də var, coğrafiyalarda var, müəyyən innovasiya, texnologiyadan məhrum olan bölgələr də var. Bunlar da bu statistikaya daxildir və həmçinin çox inkişaf eləmiş ölkələr və ya ondan sonrasında müəyyən innovasiyaya malik olan ölkələr var. Bunların ortalaması günlük 2 saat, yarım, 3 saat arasındadır. Bu çox ciddi bir rəqəmdir. Bunu faydalı istifadə edənlər var əlbəttə ki. Amma əsas işin, belə deyək ki, diqqət çəkici tərəfi, bugün inkişaf etmiş ölkələr dediyimiz ölkələrdə bu rəqəm biraz daha aşağıdır. Təhsilin zəif olduğu, müəyyən qədər təlim-tərbiyənin qismən zəif olduğu ölkələrdə bu statistika daha yüksəkdir. Və bu da bizi əslində biraz daha düşünməyə vadar edir. Demək ki, körtəbii bir şəkildə biz istifadə edirik. Və bu zaman içərisində də həm fərdi olaraq, həm də ictimai olaraq mütləq şəkildə problemləri ortaya çıxarır. Və burada həqiqətən hər bir insan bu çıxacaq, biriləri danışacaq, əlbəttə ki, bu mənada fikirlər söyləyəcək, səsləndirəcək və s. Amma burada iş yenə də insanın özündə bitir, mən deyərdim ki, Eldar müəllim. Hər kəs özünü bir dəyərini biləcək, bir dəyərini ölçəcək və bir içinə qapanıb, necə deyərlər, yəni Allah Taala mənə bu imkanı verdi, mənə möhlət verdi. Bəlkə mən fərqli imkanlara da sahib ola bilərdim, imkansızlıqlara da sahib ola bilərdim. Yəni, mənim yolum haradır, mənim istiqamətim haradır, bunu bir düşünməsi lazımdır. Və o zaman bəlkə də mən deyərdim ki, o qeyd etdiyimiz o mental olaraq biraz daha bir dinlənmə, bir zehnini dinləndirmə, biraz müəyyən bir o həmin mühitdən aralanmaq, daha çox məsələn ailəsi ilə zaman keçirməsi, dostları ilə, yoldaşları ilə, məsələn bizim mədəniyyətimizdə, bizim dinimizin gözəl tövsiyəsi var, sıla-i rəhim dediyimiz, qohum əqrabanı ziyarət etməsi. Bunları cəmləşdirdiyimiz zaman, yəni bizi sosial mediadan uzaqlaşdırmaq üçün, ən azından müəyyən bir dönəm üçün uzaqlaşdırması üçün kifayət qədər önəmli vasitələrdir, yəni. Önəmli vasitələrdir. Sadəcə bunu bir proqramlaşdırmaq lazımdır. Amma artıq mən deyərdim ki, iş elə bir körtəbii hal alıb ki, bəlkə də ki, insanlar bunu düşünmək də istəmir. Qeyri-ixtiyari elə bir bağımlılıq, sözün əsl mənasında bu narkotik bir bağımlılıq kimidir bugün Eldar müəllim. Və bu necə çözüləcək çox maraqlıdır. Yəni bunu necə reabilitasiya ediləcək? Yəqin ki, mütəxəssislərin bununla bağlı gələcəkdə çalışmaları olacaq. Amma bu mənada iş heç də çox yaxşıya doğru getmir. Əlbəttə ki, burada təhsil önəmlidir. Mən bu yax qeyd elədiyim kimi, yəni təsəvvür edin ki, Yaponiya, uzaq şərq ölkələri içərisində və yaxud Almaniya, İngiltərə və yaxud Almaniyada, Amerikada, Amerika Birləşmiş Ştatlarında digər ölkələrin nisbətən daha aşağı səviyyədəymiş eşitmə. Bu da bizə önəmli bir ipucu verir. Şuurlu şəkildə istifadə eləmək, faydalı yaşamaq, faydalı istifadə eləmək və qeyd etdiyimiz kimi biraz daha ruhi tərəfimizə diqqət edib bir dinlənməyə çəkilmək. Əslində Ramazan da mən deyərdim ki, bunun üçün çox önəmli bir imkandır. Həm gecəsi ilə, həm gündüzü ilə, həm ondan sonrasında ünsiyyətdə olduğumuz insanlarla bərabər zaman keçirmək üçün, qohum əqrabalarımızı ziyarət eləmək üçün, bir xəstə ziyarəti etmək üçün, bunlar həm bizim öz mənəvi sağlığımız üçün, həm də bir də bunun qarşıdakı insan üzərindəki təsirini düşünək. Mənə gəlir ki, bu müthiş bir sinerji də meydana gətirir. Amma bunu edə bilmək üçün, bunun üçün də bir iradənin ortaya qoyulması lazımdır ki, mən deyərdim ki, iş yenə də burada insanın özündə bitir. Və mən ümid edirəm ki, bu Ramazan bizim üçün bu üzərində durduğumuz bu mövzu müəyyən qədər bir öz təsirini göstərər. Ən azından bizi dinləyən insanlar, yaxın dostlar və s. məsələyə bu gözlə baxıb, bu şəkildə dəyərləndirib,
bir iradə sərgiləyərək inşallah bu yöndə bir addım atarıq deyə mən ümid edirəm. Bu son dərəcə vacib bir məsələdir. Ətrafımızda bir çox insanın bu problemdən əziyyət çəkdiyini də görürük açıqcası Eldar müəllim. Doğru. Çox təşəkkür edirəm Fuad müəllim. Çox önəmli açıqlamalar etdiniz, maraqlı məlumatlar verdiniz. Xüsusilə də burada bir nüansı izləyicilərimizin də diqqətinə çatdıraq ki, burada internet istifadəsinin həddindən artıq çoxalması, eyni zamanda gənclərin xüsusilə sosial şəbəkələrə istiqamətlənməsi, xüsusilə yeni doğulmuş uşaqlardan, hətta körpəlikdən belə uşaqların əlinə telefonun verilməsinin məhz günahkarı da əksər hallarda biz böyüklərik. Və buna görə də hesab edirəm ki, yəni sizin kimi mütəxəssislərin o gənclərə, yeni ailə qurmuş gənclərə də hesab edirəm ki, tövsiyələri var ki, onlar yeni dünyaya gələn körpələrinin məhz bu internet dünyasından, bu rəqəmsal dünyadan biraz uzaqlaşdırmağa çalışsalar, gələcəkdə qeyd etdiyiniz bu problemlə mübarizə aparmaq daha asan olar. Nəinki bugündən biz həmin uşaqları həmin texnologiya ilə, həmin o texnologiyanın rəngli, bəzəkli, amma əksər hallarda da faydasız və zərərli vərdişləri ilə üz-üzə qoyuruq. Sonra da həmin problemlə mübarizəyə çalışırıq. Yəni çalışaq o problem yaranmadan qabaq onun qarşısını alaq. Bununla bağlı tövsiyələriniz nə olardı? Bunun müəyyən əlbəttə ki, yolları var Eldar müəllim. Yəni biz tamamilə bu dünyadan əl-ətək çəkməli deyilik, çəkə də bilmərik. Çünki elə bir ictimai bir mühitdə yaşayırıq ki, sanki belə vazkeçilməz bir alətlərlə hər tərəf təchiz olunub və mütləq şəkildə bir ehtiyac kimi hər gündə istifadə edirik. Bu zəruridir, labüddür. Amma bu yaxda qeyd elədiyimiz kimi bunun ölçülü və məqsədinə uyğun şəkildə istifadə etmək lazımdır. Burada da həqiqətən yeni, belə deyək ki, həm gənclərimizə, həm yeni ailə qurmuş gənclərə mütləq şəkildə demək lazımdır ki, şuurlu şəkildə, yəni həm evdə deyək ki, uşaqlar varsa onlarla keyfiyyətli bir zaman keçirmə, bunun proqramlanması lazımdır. Dediyiniz kimi, körtəbii şəkildə bəzən işdən yorğun da gələ bilirik. Məşğul olmaq əvəzinə telefonu veririk, 1 saat, 2 saat, bəzən orada saatların həddi hesabı da olmur. Veririk və uşaq məşğul olur. Bu çox yanlış bir addımdır. Ehtiyac deyilmi? Ehtiyacdır. Bugünkü gündə artıq təhsil elə bir səviyyəyə gəlib ki, mütləq şəkildə müəyyən paylaşımlarla, WhatsApp üzərində və ya sosial media kanalları üzərindən paylaşımlar və oradan işinizi görmək durumunda qalırsınız. Yəni, bugün məsələn bir kitab oxuma ənənəsini biz canlı tuta bilsək, diri tuta bilsək və ya ən bəsitindən yəni, faydalı bir işi, bir aktivitəni necə deyərlər, uşaqlarla, övladlarımızla bərabər. Bir sənədli film ola bilər, məsələn, Eldar müəllim, maarifləndirici sənədli film. Bu, bizim ölkəmizlə bağlı ola bilər, mədəniyyətimizlə bağlı ola bilər. Bu, nə bilim, dünya mədəniyyətlərinə ola bilər, fərqli dinlər, fərqli mədəniyyətlər və s. Bunların tanıdılmasına əlaqəli. Bunlar ortaq həyata keçirildiyi zaman uşağa da müəyyən qədər bir fikir verir. Yəni, demək ki, daha önəmli şeylər var. Yəni, sadəcə hər şey bunun içində deyil. Həm oradan əldə etdiyimiz bilgilər və həm də bizim yavaş-yavaş həyat tərzimizi də bu şəkildə mənə elə gəlir ki, proqramlaşdırmış olarıq. Və bunun intensiv olması lazımdır. Ardıcıl, davamlıq, orada sürəklilik ərz etməsi lazımdır ki, bu geçsin. Bir dəfə, 2 dəfə ilə olacaq bir şey deyil. Çünki təlim-tərbiyənin əsas prinsipi onun təkrarların olması. Təkrar olmazsa zaten təlim-tərbiyə olmaz. Bir xüsusu, bir məsələnin bir dəfə deməklə qarşınızdakı insana, xüsusilə bunu mən uşaqlara nəzərdə tutub deyirəm, təsirini göstərməyə bilər. Zəka səviyyəsi hansı səviyyədə olursa olsun. Çünki onun psixologiyası bunu tələb edir. Bəzən sizə sərt reaksiya verər, bəzən siz onu sizi anladığınızı hiss edərsiniz, sakit durar, bəli, anladı deyərsiniz, amma əslində elə deyil. Sadəcə sizi, belə deyək, yola vermiş olar. Ona görə burada evdə və təhsil ocağında, məktəblərdə ciddi bir iş birliyinin, uşağın gedişatının, təlim-tərbiyə prosesinin gedişatı ilə bağlı iş birliyinin olması lazımdır. Ancaq o qopuqluqlar, ondan sonrasında o müəyyən şeylər bir-birindən ayrı bir şəkildə həyata keçdiyi zaman effekti də olmur.
Bu mənada həm gənclərə, həm də yaşlılara, yaşlıların da bugün üzərinə çox vəzifələr düşür. Yəni bugün əgər həqiqətən biz müəyyən qədər ailədə nəvələrimizi, övladlarımızı bir araya toplayırıqsa, onlara belə gələcəklərinə işıq tuta biləcək tövsiyələr verə biliriksə, onlarla bərabər zaman keçirməyə can atırıqsa, bu onlarda mənə elə gəlir ki, bir şey oyandıracaqdır. Bərabər səyahət etmək, imkan nisbətində əlbəttə ki, bərabər nə bilim bir filmə getmək, bir şəhərin müəyyən yerlərini görmək, nə olursa olsun bərabər zaman keçirmə adına. Yəni əsas məqsəd burada nədir? O sosial mediadan, dijital yaşamdan necə deyərlər, müəyyən qədər uzaq qalmaq. Bunun müəyyən bu cür yolları mütləq şəkildə vardır Eldar müəllim. Çox sağ olun Fuad müəllim. Bu Ramazan ayında bizimlə bərabər oldunuz. Öz dəyərli fikirlərinizi bizimlə bərabər paylaşdınız. Gecəniz mübarək olsun. Allah bu Ramazan ayında etdiyiniz bütün ibadətləri öz uca dərgahında qəbul eləsin inşallah. Ramazan ayınız bir daha mübarək olsun. Çox təşəkkür edirəm. Allah razı olsun. Rəbbim tutulan orucları, edilən ibadətləri dərgahında qəbul eyləsin inşallah. Bəli əziz izləyicilərimiz, növbəti bir Ramazanla diriliş proqramının sonuna gəldik. Bəlkə də bu Ramazan bizdən yeni bir şey istəmir. Sadəcə artıq olanı azaltmağı xatırladır. Daha az söz, daha az paylaşım, daha az səs və daha çox düşüncə, bu bizim üçün bir qazanca çevrilir. İnsan bəzən susanda eşidir, paylaşmadıqca anlayır, kənara çəkildikcə özünə yaxınlaşır. Ramazan bizə göstərir ki, səssizlik boşluq deyil, dərinlikdir. Bəzən bir paylaşımdan imtina etmək, bir mübahisəyə girməmək, bir söz deməmək, insanın özünü və orucunu qorumasıdır. Ola bilsin ki, bu ayın ən gizli ibadətlərindən biri məhz budur. Susaraq saflaşmaq, səssizliklə Allaha yaxınlaşmaq. Sağ olun, sağlıqla qalın.